uşaqlar, kanalımıza xoş gəlmisiniz. Bu günlərim qabağımızda 1000 abunəyə 200 abunə zat qalan Rufo bir var. Qısa da uşaqlar kamera arkası. Qısa da uşaqlar bu günlərin bombastik və kanalımızın ilk möhtəşəm bir videosuyla qarşımızdayım. Alqışlarımızla kamera arkasından alqış saldı. Alqış saldı la. Yaxşı alqış. Belələrini bu günlərim uşaqlar bomba bir dənə videonun qarşısında. Bu günlərim ilk dəfə çiğ köftə yiyəcəm. Amma verəsinə də ki doğrudan da saxladı da. Bu günlərim doğrudan da ki ilk dəfə çiğ köftə yedim videosunu çəkdim. Çünki hər dəfə kamera arkasında olan hər dəfə deyirik çəkəcək. Hər həftə. Axır ki bu vaxtı məcbur getdim evlərinə belə durğuzsun. Video saxla. Gələn uşaqlar su gəlmişdi, onu götürdü. Nəysə bu günlərim dediyim kimi ilk dəfə çiğ köftə yedim videosuna qarşıda. Belə də ki Allahın dostu ilk dəfədir çiğ köftə yeyirəm. Nəysə videomuzu saxlayaq, gedək çiğ köftəmizi alaq, yolda da çəkişdə oldu. Amma evdə çəkəcəyimə görə evdə çəkirik. Reklam da vermirəm, endirməklə reklam vermir. Nəysə kanalımıza abunə olun, video like atın, altdan çıxan Instagram səhifəmi takip eləməm, sonra məsələ Telegram səhifəmi takip edin. Getdik. İnşallah deməli gördüyünüz kimi İzmir Koferdə gəlmişik çək. Çək də. Gördüyünüz kimi İzmir Koferdə və kimin yadındadırsa burada ilk video çəkmişdik. Ama biraz gec izleyeceğiz. Bayram. Bu arada bu günləri İzmir Kokoreç Bay Abdülkarim'dəyik. Neyse girək restorana. Mekana giriş. Ona görə birinci buranı gördük, ona görə gəldik bura. Üzümü çəkdik. Neyse hər iki sifariş vermişik çiğ köftə. Görək nə olur. İnşallah sifariş olsun, aparaq evdə dadını da. Uşaqlar gördüyünüz kimi çiğ köftəmizi götürmüşük İzmir Kokoreç çiğ köftə. Və gedirik evə. Bunlar da burada dava eləyin, nəysə. Qısacası bunların başını bıraxsan, bunlara bir zor da. Gördüyünüz kimi İzmir Kokoreçdən gəlib ala bilərsiniz. Uşaqlar deməli, buradan çıxdıq, gəldik, elə bir çiğ köftəmizi aldıq, dadına baxdıq da var. Çiğ köftəmizi aldıq, indi isə gəldik, dükandan çipsimizi, soxumuzu, adımızı aldıq ki, yemək olsun. Gördüyünüz kimi. Göstər cipslər. Soxumuz cipslər satdıq. İndi evdə hamısını göstərəcəyik, başları. Evə çataq. Evə çataq hamısını opsiya göstərəcəyik. Nəysə, çataq bir də evə gördüyünüz kimi. Amma göstərmirəm, evə tanıyarsınız, eləyiz, gələrsiniz. Nəysə, biz gedək bir də çataq. Və uşaqlar gördüyünüz kimi evə gəldik. Çiğ köftəmi. Siz yemişsiniz, əxləsiz gedin yeməyinizi pişirin. Nə qədər sarf etdik atı bura, bura. Normal danışda videodur. O kadar çeşmirəm ki. Aha. Çeşmir ki. Ya Allah haqqı. Canım video. Doğrudan dayandırıb o vaxtı. Aynen çeş. Mən nə qədər kötü. Şahımı köftəmizdən soxalayıq bizə. Və ilk dəfə çiğ köftə yeyəcəyik. Nasıllaşaq da bizim kimi qaldıq olsun. Və uşaqlar nə tərəsi əlimizi desinfeksiya edirik. Bura kağımız adımız qoyulur. Diyarım yandığına görə bir dənə nə başda. Pişirəsən sən. Baxın. Arkadaşlar bir dənə saç tutun sağlam mən videomu çəkeyim. Kolamızı gördüyünüz kimi süzdü uşaqlar. Biraz maraqlısı ola bilər amma bu nə maraqlısı? Bu qədər pul vermişəm əxi. 850 pulum çıxıb. Bir porsiyonu. Nəpsi oldu hə. Birincisi sənə. Birincisi çiğ köftəmizi atırıq. Ala. Bundan bizə sarımsaqlı sıxayır ki gəldi ala. Bir gəlin də özün baxım sonra sən baxarsan. Gəlmir bura. Uzaqlaşın ha buradan. Gəlmir. Dedim pul qoyun. Oha. Yaxın bugün nətir hazırla, mən hazırlayayım. Ben hazırlayayım sen. Bir dənəsini hazırla mən. Özüm işləyəsim olmaz. Düşmür axı. Limonza sıxırsan ha? Ha. Limon salıyor. Bəş alır gördüyünüz kimi geçə bir dənə. Of. Əxirlər. Qoy bir dənə ilk dəfə çiğ köftə gəlmir. İlk dəfə. Oba. Bu mələyək. Ya Allah. Getdi ilk dəfə çiğ köftəmizin dadına baxmadım. Çağı da elə bu. Çağı da elə bu. Az olabilir. Çok qəşəng olur. Siz de mi? Çiğ köftə getdi. Şey mi hiç? Pomidor da koydu. Sana pomidor da var.
Pomidor yiyeceksin ha. Hamur yemin. Pomidor qəşəngdir. Birinci. Olmasın. Bu şeyinə bax. Nəyinə? Öyle kameradan. Başım boydadır kahı. Birin nə var? Ben Pabratski. Hə, bir aynı. Uşaqlar, çox qəşəngdir də. Batırdınız qateri. Pomidor almam. Mama da pomidor yiyeceğim. Limon saldım. Bundan dedim ana. Ay pok koy. Onun üzerinden 8. Allah'ım ne de. Ve onun üzerinden 9 veririm buna. Sus da. O da öldü ha. Ben aklım daha yok değil. Morgun öldü. Oradan da sıçarsın. Adı da. Ha. Bunu cümle alıp yoklayalım. Bak, yaman yiyem. Ağzında kaldı. Şahap. Üstüne böyle sağ bir tane böyle yiyem. Böyle bir düştü böyle kırıldı. Kırıldı. Kartofumuz da yanımızda. Aa, Azı böyle. ya. Ağzında çiğ köfte deyirsən. Duzda olmayacaq, ağzında olacaqdır. Ha? Sizdi bu. Yox. Hamur kimi geldi ya. Çaxı ilə də onda. Dinləmə orada da əlində çıxar. Ama pis söz attı yemin olur. Ay. Bazı başqalarına da. Kaşet üstüm. Okey anladım siz zorsunuz. Yol verir sonra. Okey anladım siz zorsunuz. Zor elden verip yolla yolla. Yalvarırsınız ona buna. Ben hepsi böyle. Bilmem. De. Saklayacağım. Akşam atın zaten yerim çünkü yedim. Sana başka şey düzeldim. Neyse başla. Kolasız yanma. Bu nedir ha? Kadar ben çok kaşıydı. Hamile tefsir görürüm. Eğer yeri üzüm görsensin orada. Ben enerji istiyorsanı. Ya hayır kolasızın da var. Enerji istiyorsanı. İçsin hemen enerjini. Niye alırdım ben? Ha sen süt diyetim deme sen neyse. Ben elmalıydım. Ben onu tükete bekledim. Neyse Allah birinci videomuz buraya kadar. Sevirəm sizləri. Çox ürəksiniz. Mədir, sən kişili mədir. Ne diyeyim? Hamə tavsiyə eləyirəm. İzmir kokoşunu məndə alın çünki çox qəşəngdir. Amma əgər 1000 abunə olsun və bu videoya və uşaqlar doğrudan da əgər bu videoya 200 like ya da 300 like 200 like gəlsə İzmir kokoşdan kokoş yesin. Allah. Çox sağ ol. Sevirəm sizə. Sağ olun, sağlıqla qalın. Yeni videolarla görüşmək üzrə. Sağ olun.